Cinayət hadisəsi olduqca bütün vətəndaşlar cinayət hadisəsi, əgər o cinayətdə əlaqəsi varsa və ya şahid qismindədirlərsə və ya o hadisədə olubsa, o yerdə olublarsa, hüquq mühafizə orqanlarının çağırışlarına məruz qalırlar, belə deyək. Hüquq mühafizə orqanları tərəfindən həmin vətəndaşlara dəvət göndərilir, çağırış məktubu göndərilir və ya telefonla və ya digər formada dəvət olunan hüquq mühafizə orqanlarına. Hüquq mühafizə orqanları tərəfindən polis, ədliyyə, vergi fərq etmir. Bütün hüquq mühafizə orqanları, prokurorluq çağırış edildikdə tövsiyə edirəm ki, vəkillə həmin çağırışa getsinlər. Bununla bağlı şəxslərin maddi imkanı olmaya bilər, vəkillə müqavilə bağlamağa maddi imkanı olmaya bilər və dövlət hesabına vəkil də var. İndi qanunverici buna geniş imkanlar verir. Müraciət olunur. Vəkillər kollegiyasına, məhkəmələrə bir olaraq dövlət hesabına vəkil, əgər maddi imkanı yetmirsə vəkillə gedə bilərlər. Vəkillə hüquq mühafizə orqanlarına çağırışa getmək niyə müsbətdir və niyə tövsiyə ediləndir? Hüquq mühafizə orqanlarının Azərbaycan Respublikası Cinayət qanunvericiliyi bütövlükdə hüquq mühafizə orqanları tərəfindədir. Dövlətin gücü, dövlətin avtoritetini nəzərə alınaraq bu başa düşüləndir. Hüquq mühafizə orqanları çağırış etdikdə, şəxs gedəndə vəkillə getməyə ona görə tövsiyə olunur ki, aşkar cinayət hadisələri olanda və yaxud da aşkar və ya qeyri-aşkar cinayət hadisələri olanda şəxs bu cinayətə şübhəlidirsə və ya şübhəli olma ehtimalı varsa və yaxud da ki, bu cinayətlə müəyyən formada əlaqəsi varsa, hüquq mühafizə orqanları, müstəntiqlər, təhqiqatçılar cinayət prosessual qanunvericiliyə əsasən şəxsi ilk öncə şahid qismində dindirirlər. Şahid qismində dindirilərkən şahidin vəzifəsi yaranır, ifadə vermək. Şahid ifadə verməlidir. Yəni yazılı şəxs ifadəni almalısan. Sən deyə bilmərsən ki, mən bu ifadəni vermirəm. Ona görə də həmin ifadə sonradandan şəxs cinayətdə şübhəli və ya təqsirlənmiş şəxs kimi bildirilirsə, hətta ifadə vermə hüququndan istifadə etsə də, həmin şahid zamanı verdiyi ifadə sübut növü kimi qiymətləndirilir. Ona görə də şəxs mütləq vəkillə getməlidir, vəkillə məsləhətləşməlidir ki, şahid qismində cəlb edilsə verdiyi ifadə nə cür olmalıdır, hadisə barədə nə cür ifadə verməlidir, müəyyən müdafiə taktikası qurmalıdır. Düzdür, tövsiyə olunandır ki, şəxs bildiyi barədə məlumat versin, hüquq mühafizə orqanlarını yanıltmasın, amma eyni zamanda şəxsin də müdafiə hüququ var, özünü müdafiə etməlidir. Vəkillə getmək və ya vəkil məsləhəti almaq bu cəhətdən çox vacibdir. Çünki cinayət qanunvericiliyi hüquq mühafizə orqanlarına, ittiham tərəfinə imkan verir ki, şahid qismində ifadə alıb sonradan şəxsi təqsirlənmiş şəxs qismində cəlb etsin. Bütövlükdə mənim tövsiyəm ondan ibarətdir ki, bilmədiyi mövzular haqqında şəxslər desin, bilmirəm, unutduğu mövzular haqqında desin ki, unutmuşam və yaxud da ki, özünü müdafiə xarakterli biraz məsləhətlər alsın. Düzdür, təbii ki, bu hallar əgər şəxs bilmirsə və ya unudubsa belə ifadə verməyə tövsiyə olunur.